Kür-Araz çaylarında bəndlərin istismarı idarəsi əhalini, yaşayış məntəqələrini, kənd təsərrüfatı və xalq təsərrüfatı obyektlərini çaylarda baş verən daşqın və sel sularından qorumaq üçün müəyyən tədbirlər görür. İdarə bu məqsədlə Respublikanın 17 rayonunda, o cümlədən Qazax, Ağstafa, Bərdə, Yevlax, Ağdaş, Göyçay, Zərdab, Ucar, Ağcabədi, Kürdəmir, İmişli, Saatlı və digər rayonlarında idarənin xidməti ərazisinə daxil olan yerlərdə fəaliyyət göstərir. İdarənin balansında 1382 kilometr mühafizə bəndi var ki, ondan 936 kilometrə yaxını Kür çayında, 134 kilometri Araz çayında, 312 kilometri isə dağ çayları və göllərin mühafizə bəndləridir. Mühafizə bəndlərində 123 hidrotexniki qurğu mövcuddur. Hazırda idarənin texnikaları vasitəsilə Düryançay çayının Zərdab rayon ərazisindən keçən hissəsində mühafizə tədbirləri görülür. Hal-hazırda biz Zərdab rayonu Düryançay çayı ərazisindəyik. Burada hal-hazırda mühafizə bəndinin təmiri, məcranın təmizlənməsi işləri aparılır. Dağ çayları arasında ən çox asılı gətirmələr gətirən Düryançay çayıdır. Bu gətirmələrin ümumi suyun həzminin 49,6% asılı gətirmələrdir. Ötən il idarə tərəfindən Kür, Araz və Dağ çaylarında 125 kilometr uzunluğunda bəndin təmiri, 31 kilometr uzunluğunda qaya kəsmə işləri və 36 kilometr uzunluğunda məcranın təmizlənməsi işləri yerinə yetirilib və qaya uçmalarının qarşısının alınması məqsədi ilə 1680 pagometr məsafədə daş betonla sahil bərkitmə işləri aparılıb. İntensiv yağışlardan sonra uçmalar, sürüşmələr əmələ gəlir. O cümlədən bəndlərdə vəhşi heyvanların yuvalarından ola bilər ki, fəsadlar yarana bilər. Bu məqsədlə mütəmadi olaraq monitorinqlər keçirilir və həmin yaranmış fəsadlar operativ olaraq aradan qaldırılır. Qeyd edək ki, təhlükəli sayılan ərazilərdə idarənin əsaslı təmir planı hesabına Sabirabad rayonu Bulduq kənd ərazisində Kür çayının sağ sahilində 360 pagometr uzunluğunda daş betonla sahil bərkitmə işləri görülməsi planlaşdırılır. Hazırda Kür-Araz çaylarında bəndlərin istismarı idarəsi kompleks tədbirlərini davam etdirir.